ve İsa bu mesele xalqıçı çəkdi. Dedi: Bir adam bir izin bağı ekdi o bağı bağbanlara icara verdi o bir uzun müddət içi bir ayrı məmləkətə getdi. Səmər zamanında bir neykərini bağbanlar yanına yolladı ta iz səhmini izin bağının səmərindən ala. Amma bağbanlar o neykəri ketək vurdular o əli-xalı geri yolladılar. Bağ əyəsi bir ayrı neykər yolladı. Amma onlar o neykəri də ketək vurdular, onunla pis ruhal etdilər o onu da əli-xalı geri yolladılar. İkinci neykəri yolladı. Onu da yaraladılar o yazıya atdılar. Pəs bağ əyəsi dedi: Necə dəsim? Ez əziz oğlumu yollayaram. Şaید onun hörmətini saxlayarlar. Amma bağbanlar onu görəndə ez aralarında dedilər: Varis budur. Gəlin ista onu eldirək ta miras bizə yetişə. Pəs onu izin bağından yazıya saldılar o eldirdilər. İnne bağ əyəsi onlarına necədir? O gələr o bu bağbanları nabud edər və izin bağını bir ayrı bağbanlar əlinə tapşırır. Xalq bunu eşidəndə dedilər: Tarı etməsin. Amma İsa onların gözləri içinə baxdı o dedi: Pəs müqəddəs yazılıların bu sözü nə məna var ki deyir? O daş ki bənalar rədd etdilər, imarətin əsl daşı olmuş. Hər kəs ki bu daş üstünə dişə, tikke tikke olar o. Bu daş hər kəs üstünə ki dişə, onu kaçı edər. Torat müəllimləri o baş kahinlər ki məbəd alimləridirlər, bir yol gəzirlərdi ta İsa'yı ələ o saat tutarlar. Çünki anladılar ki İsa'nın məqsudu bu məsələn onların izidir. Amma xalqdan qorxurlardı.